Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme alimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimun hakim. Emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah. Yeniden bizim müvəffəq eləyən Allah'a həmd olsun, şükürlər olsun. Deməli, davam edirik qardaşlar. Peyğəmbərlərin hekayələri, Qasasul Ənbiya, Şeyx Səid Rahiməhullahın kitabıdır. Deməli, fi qıssati Ədəm əbil bəşər, bəşəriyyətin atası Adəm əleyhissalamdan danışır. Bəşəriyyətin atası Adəm əleyhissalamdan. Buyurur ki, Allah Teala əvvəldir, ondan əvvəl heç bir şey yoxdur. Tərifləyir Allah Teala'nı. Allah Teala istədiyini edəndir. Elə bir vaxt, elə bir zaman yoxdur ki, Allah Teala o vaxtda, o zamanda öz istədiyini etməsin. Allah Teala öz istəyi ilə, öz hikmətinə uyğun istədiyi şeyləri edir və Allahın hər bir qədərində, təqdirində hikməti var. Necə ki, Allah Teala hikmətlidir, qulları üçün şəriə əməlləri təyin etməkdə, bütün əməllərində hikmətlidir. Və sonra buyurur ki, Allah Teala'nın elmi hər şeyi əhatə eləyir, Allahın rəhməti hər şeyi əhatə eləyir və Allahın rəhmətindəndir, həmçinin hikmətindəndir, elminin əhatə eləməsindəndir, genişliyindəndir ki, bəşəriyyətin atası Adəmi yaradıb və hansı ki, onu bütün məxluqatlarından üstün eləyib. Allah Teala buyurur ki, وَلَقَدْ كَرَّمْنَا بَنِي Ədəm. Biz Adəm evladını hörmətli eləmişik və həmçinin Adəmi yaradanda mələklərə xəbər verib. Buyurur ki, müəllif rahiməhullah, Allah Teala Adəmi yaradanda mələklərə bildirdi, bunu onlara xəbər verdi. Və buyurur ki, Allah Teala Bəqərə surəsi 30-cu ayədə وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً. Bir zaman Rəbbin mələklərə dedi ki, mən yer üzərində xəlifə yaradacam. Xəlifə, qardaşlar, elm əhli buyurur ki, xəlifə yəni bir-birini əvəz eləyənlərə deyilir. Bəzilər deyirlər ki, Adəm Allahın yer üzərində olan xəlifəsidir. Elm əhlidir ki, bu düz deyil. Çünki Allahın yer üzərində xəlifəsi yoxdur. Yəni, xəlifə yaradacam, məxluq yaradacam demək istəyir və xəlifə də elm əhli buyurur ki, ne üçün xəlifə deyilir? Yəni, Adəmdən əvvəl məxluqat olub. Xəlifə ona deyilir ki, yəni, ondan əvvəlkiləri əvəz eləyən. Ondan əvvəlkiləri əvəz eləyən. Həmçinin elm əhlidir ki, dəyərli qardaşlar, Adəm əleyhissalamdan əvvəl, bu məsələdə hamısı deyir ki, Allah bilir doğrusun. Adəm əleyhissalamdan əvvəl məxluqlar kim olub, nə olublar, Allah bilir. Bəzilər deyirlər ki, cinlər olub və onlar yer üzərində fəsad törədilər. Necə ki, qeyd edəcək, buyurur ki, mələklər, Allah onlara xəbər verəndə ki, mən xəlifə yaradacam, qalu, onlar dedilər ki, ətəcəlu fiyhə mən yufsidu fiyhə və yəsfikud dimə və nəhnu nusabbih bihamdikə və nuqaddisu lək. Allah deyirlər ki, ey Rəbbimiz, sən yer üzərində fəsad törədən, qan tökən birini yaradacaqsan. Elm əhli deyir ki, yer üzərində fəsad törədən, qan tökən, yəni cinlər olub. Cinlər olub və onların arasında döyüş olub və bir-birlərlə döyüşüblər. Həmin vaxtı da İblis onların arasındaydı, mümin idi. Və Allah Teala onu götürüb öz dərgahına. Bəzi belə deyirlər alimlər. Allah bilir bunların dəlillərini. Allah bilir. Bu məsələlərdə, yəni elm əhli danışanda deyir ki, Allah bilir. Və sonra burada buyurur ki, müəllif, mələklər dedilər ki, sən yer üzərində fəsad törədən, qan tökən bir kimsə yaradacaqsan, Şeyx buyurur ki, وَهَذَا مِنْهُمْ تَعْظِمٌ لِرَبِّهِمْ. Mələklərin belə deməsi Allah Teala'ya təzimdir və onu ucaltmaqdır. Yəni, onlar Allaha demək istəyirlər ki, ey Rəbbimiz, yəni sən elə məxluq yaradırsan ki, onlar yer üzərində fitnə fəsad eləyib, sənə asi olurlar. Yəni, onlar istəyirlər ki, Allah Teala'ya asilik olunmasın. Və həmçin Şeyx burada buyurur ki, Ən Allah Teala əxbarəhum bi xalqi Ədəm. Allah onlara bundan əvvəl, yəni inni ca'ilun fil ardı xalifə, yer üzərində xəlifə yaradacam
deməmişdən əvvəl xəbər vermişdi. Ona görə onlar dedilər ki, elə kəsi yaradırsan ki, onlar yer üzərində fəsad törədəcəklər. Çünki şeyx burada buyurur ki, bundan əvvəl Allah da onlara xəbər vermişdi və xəbər vermişdi ki, Adəmin zürriyyəti yer üzərində fəsad törədəcək. Onlar da dedilər ki, sən asi olacaqlar, təzim üçün dedilər, yəni Allah Taala'ya bunu. Sonra buyurur ki, Allah Taala mələklər belə deyəndə ki, fəsad törədən, qan tökən yaradacaqsan, Allah da onlara dedi ki, inni a'lamu ma la ta'lamun. Mən sizin bilmədiklərinizi bilirəm. Və bundan əvvəl mələklər Allaha deyirlər ki, biz səni təsbih edirik, səni təqdis edirik, tərifləyirlər Allah Taala'nı. Allah onlara deyir ki, mən sizin bilmədiklərinizi bilirəm. Fə innehu muhitun ilmuhu bi kulli şey. Müəllif buyurur ki, Allah Taala elmi hər şeyi əhatə eləyib. Hər şeyi əhatə eləyib. Və Allah Taala bilirdi ki, bu məxluq hansı ki yaradacaq Adəmi, onun hansı xeyirləri, hansı faydaları var və sayılmayacaq qədər. Lakin mələklər bilmirdilər. Sonra buyurur ki, müəllif, Allah Taala öz elminin kamilliyini mələklərə dedi ki, mən sizin bilmədiklərinizi bilirəm. Şeyx buyurur ki, bu onu göstərir ki, ənəhu yecibul itiraf lillahi bi si'atil ilm. İnsan gərək Allahın elminin genişliyini etiraf eləsin. Allahın elminin genişliyini etiraf eləsin Allah Taala'ya. Çünki burada mələklər Allaha növbəti ayələrdə deyirlər ki, la ilmə lənə illə mə alləmtənə. Bizim heç bir elmimiz yoxdur, sənin öyrətdiyindən başqa. Və sonra burada buyurur ki, müəllif, Allahın hikmətindəndir ki, Allah Taala nəyisə boşu-boşuna eləməz. Allah Taala nəyisə hikmətsiz eləməz. Thumma beyyana lahum ala vecih tafsil. Sonra Allah Taala təfsilatlı şəkildə bəyan edir onlara. Hikmət qardaşlar, Allah Taala'nın hikməti elhamdülillah yerindədir, heç bir şey hikmətsiz eləməz. Necə bundan əvvəl dərslərdə qeyd eləmişdik. Şeyx Salih Fovzan danışır, inşallah min bəbil faidə. Allah Taala buyurur ki, "Və zəkkir fe inne zikreten fel mu'minin." Xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Şeyx Fovzan deyir ki, bir nəfər balaca bir böcəyi görür və deyir ki, Allah bu balaca böcəyi, yəni murdarı ne üçün yaradı? Bundan da başqa bir şey yaradardı, faydalı, xeyirli, bəşəriyyətə xeyri olardı. Yəni Allahın hikmətində fikir verirsiniz, yəni xəta tutur özündə. Yəni o elə bilir ki, bir xəta görüb Allah Taala'nın hikmətində, yəni boşu-boşuna eləyib. Şeyxdir ki, sonra Allah Taala onu imtahan eləyir, ona xəstəlik verir və adam çarəsini axtarır, dərmanını axtarır, tapa bilmir. Həkimlərdən biri deyir ki, sənin dərmanın o balaca böcək, ərəblər ona xunfusa deyirlər. O balaca qurtdur böcək, ged onun ölmüşünü tap, qurud, əz onu toz elə, suya qat vaxtında iç. Və elə Allah sənə şəfa verəcək. Yəni budur bir dənə. Fikir versiniz. Və şeyx deyir ki, adam belə eləyir, Allah ona şəfa verir, sonra tövbə eləyir. Ki, ya Rab, əstəğfirullah, mən bilməmişəm. Allah Taala nəyisə boşu-boşuna eləməz vallahi. Boşu-boşuna Allah Taala nəyisə eləməkdən uzaqdır. Sonra burada buyurur ki, Allah Taala mələklərə təfsilat verir Adəmin yaradılışı barədə. Və bildirir ki, Allah Taala onu bütün məxluqatdan üstün eləyib əli ilə yaratmaqda. Əli ilə yaratmaqda. Necə yaradıb? Allah Taala yerdən, torpaqdan, yer üzündən götürüb. Bir ovuc götürüb. Və necə götürüb qardaşlar? Yerin sərt olan hissəsindən, yumuşaq olan hissəsindən, ağ hissəsindən, qara hissəsindən, necə deyirlər, ağ torpaq, qara torpaq və s. Yumuşağından, bərkindən. Götürür, niyə görə? Adəmin nəsli torpağa oxşasın deyə. Rəngləri fərqli olsun. Necə görürsən, bugün insanların ağı var, qarası var, əsməri var, necə deyərlər, qarayanızı var. Necə deyərlər, maşallah hər rəngdə insan var. Xüsusən həcə gedəndə, ümrəyə gedəndə görürsən insanlar ki, Allahu Akbar. İnsanlar necə fərqlidirlər. Deyir ki, belə eləyib ki, Allah Taala insanlar da o torpaq kimi olsunlar. Sonra o torpağı götürdüyü torpağın üstünə Allah Taala su atıb. Adəmin yaradılışıdır. Onun üzərinə su atıb. Həmin o torpaqla su bir müddət qalır. Bir müddət qalıb.
Təğayyərə zəlikə tilfə sarə həməən məsnunən. Və o su ilə torpaq bir müddət qalandan sonra həməən məsnunə, Quranda da keçir. Bu ayələr çoxdur qardaşlar, lakin uzun olmamaq üçün hamısa toxunmayacaq, ümumi inşallah qeyd edəcəyik. Həməən məsnunən tinən əsvad, qara gil olur. Qalandan sonra su ilə torpaq qara gil olur. Thumma eybəsəhu bə'də mə savvarahu. Deyir ki, sonra Allah Teala o su ilə torpağı, qaralmış torpağı sürət verir Adəmə. Artıq şəkilə salır, insan şəkilinə salır, sonra onu qurudur. Allahu Akbar, yaradılışa bax. Toxunacaq burada meymundan yarananlar və s. Fəsarə kəl-fəxar əlləzi ləhu salsələ. Və o surət verib qurudandan sonra gil kimi olur, hansı ki ona toxunanda səs verir. Bu Quranda keçir bu ayələr hamısı. Və fi hədiyil atvar huva cəsədun bilə ruh. Bu dövrlərdə Adəm ruhsuz cəsəd idi. Ruhsuz cəsəd idi bu dövrlərdə. Fələmmə təkəmələ xalqu cəsədihi. O zaman ki artıq kamilləşdi, Allah Teala kamil insan görkəminə saldı Adəmi. Nəfəqə fihi ruh. Allah Teala ona ruh üfürdü. Bu da Quranda keçir. Və ilə səvvəytuhu fənəfəqtu fihi min ruhi. Allah Teala deyir ki, onu səvvəytuhu, yəni yaratdım, ona öz ruhumdan üfürdüm, yəni yaratdığı ruhlardan Allah Teala Adəmə bir ruh verir. Bəzi rivayətlərdə gəlir ki, ruh Adəm əleyhissalama hansı hissədən daxil olub? Başından, baş hissəsindən daxil olub. Və deyir ki, elm-əhli tərpənir. Ruh ona daxil olan kimi tərpənir. Və tərpənəndə asqırır. Adəm əleyhissalam asqırır və deyir, Elhamdülillah. Allah Teala deyir ki, Yerhamukallah ya Adəm. Allah sənə rəhm eləsin ey Adəm. Elm-əhli deyir ki, ilk Allah həmd eləyənlərdəndir və ilk Allah həmd eləyəndir. Və sonra buyurur ki, ruh veriləndən sonra cəsədi tərpənir. Əlləzi kənə cəmədən heyvanən ləhu izam və ləhim və a'sab və uruq və ruh. Hiyə həqiqətul insan. Deməli deyir ki, ruh veriləndən sonra artıq canlı olur. Sümükləri var, əti var, yəni dönür, sümük, ət. Ondan əvvəl nə idi? Saxsı kimi səs verən gil. Və sinirlər verir Allah Teala ona, damarlar verir. Və artıq ruhu var. Və sonra buyurur ki, insanın həqiqəti budur. İnsanın həqiqəti budur. Və əəddəhullahu li kulli ilmin və xeyrin. Və Allah Teala ona hər bir elmi və xeyri verir. Thumma ətəmmə aleyhin ni'mə. Sonra ona öz neymətini tamamlayır. Fəalləməhu əsməəl əşyai kulləhə. Allah Teala ona hər bir şeyin adını öyrədir. Burada qardaşlar fikir versəz deyir ki, insan cəsəddən və ruhdan ibarətdir. Cəsəddən və ruhdan ibarətdir. Ne üçün belə deyir? Çünki Adəm əleyhissalam ruh verilməmişdən qabaq insan deyildi. O vaxt ki Allah Teala ruh verdi, ona cəsəd var idi, ruh da verdi, oldu insan. Ona görə deyir ki, həqiqətul insan. İnsanın həqiqəti iki şeydən ibarətdir, cəsəd və ruh. Ne üçün belə bunu qeyd eləmək lazımdır qardaşlar? Bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve sellem'i Allah Teala Məscidül Haramdan hara aparıb, gecə vaxtı Məscidül Aqsaya. Allah Teala buyurur ki, Subhanəl-ləzi əsra bi abdihi iləylə minəl məscidil haram iləl məscidil aqsəl-ləzi baraknə havləhu linuriyehu min əyətinə innəhu huvəs-səmi'ul basir. Allah Teala buyurur ki, ayələrimizdən ona göstərmək üçün, yəni Muhammed sallallahu aleyhi ve sellem'e göstərmək üçün öz qulunu gecə vaxtı Məscidül Haramdan ətrafına bərəkət verdiyimiz, xeyir bərəkət verdiyimiz Məscidül Aqsaya aparan Allah pak və müqəddəsdir. Bu ayədə qardaşlar Allah Teala nədir? Subhanəl-ləzi əsra bi abdihi. Öz qulunu aparan. Bəzilər deyirlər ki, Allah Teala Muhammed sallallahu aleyhi ve sellemin özünü yox, nəyini aparıb? Ruhunu. Elməlidir ki, bu səhvdir, xətadır. Ne üçün? Çünki Allah Teala burada qul deyir. Qul da ibarətdir nəydən? İki şeydən. Ruhdan və cəsəddən. Fikir versə qardaşlar, elhamdülillah, əhl-i sünnə vəl cəmaa dəlillə, qaydalarla rədd ediblər.
İnsan deyəndə iki şeydən ibarətdir insan, ruh və cəsəd. Sonra burada qardaşlar buyurur ki, وَالْعِلْمُ التَّامِ tam elm يَسْتَدْعِ الْكَمَالَ التَّامِ وَكَمَالَ الْأَخْلَقِ Elmin tam olması gerektirir ki kamilliği de tam olsun. Əxlaq da kamil olsun. فَأَرَادَ اللّٰهُ أَنْ يُرِيَ الْمَلَائِكَةَ كَمَالَ هَذَا الْمَخْلُقِ Peki Allah Teala istedi ki bu məxluqun, Adəmin kamilliyini mələklərə göstərsin. Hələ siz təsəvvür edin iblis. Allah Teala Adəmi yaradanda iblis eşidəndə bunu istədi gəlsin görsün ki o təzə yaradılmış necədir. İnşallah onu danışacaq. Maraqlı gəldi ona. Və fikirləşdi ki onun hansı boş nöqtəsi var ki onu oradan azdırım. Buyurur ki فَعَرَضَ هَذِي الْمُسَمَّيَاتِ عَلَى الْمَلَائِكَ Və o ad qoyulan şeylər ki var, hansı ki Allah Teala onların adını əvvəldən bilirdi, əzəli əbədi elmi ilə. Lakin o şeyləri Allah Teala mələklərə ərz eləyir. Və qalə deyir ki, Ənbi'uni bi əsmai həulai in kuntum sadiqin. Allah Teala mələklərə deyir ki, bu şeylərin adını mənə xəbər verin. Əgər doğru danışırsınızsa. Şeyh buyurur ki, yəni onların sözlərinə görə, mələklərin sözlərinə görə Allah Teala Adəmi yaratmaqdansa yaratmamağı daha yaxşıydı. Şeyh deyir. Niyə görə? Çünki onlar elə bilirdilər ki, yəni o fəsad törədəcək və bu da Allah Teala'ya asili idi. Sonra buyurur ki, fə'əcəzətil mələikə. Allah onlara deyəndə ki, bu şeylərin adını xəbər verin, mənə görə məyər düz deyirsinizsə, qaldılar belə aziz. Bilmədilər o şeylərin adlarını. Lakin nə dedilər? Subhanək, sən pak və müqəddəssən, la ilmə lənə illə mə alləmtənə. Bizdə sənin bizə öyrətdiyindən başqa elm yoxdur. İnnəkə əntəl alimul hakim. Sən bilənsən, hikmətlisən. Sonra buyurur ki, Allah Teala dedi ki, ya Adəm, ey Adəm, ənbi'hum bi əsmaihim. Fələmmə ənbəəhum bi əsmaihim. Allah Teala Adəmə dedi ki, ey Adəm, onlara xəbər ver o şeylərin adlarını. Onlar da qardaşlar nə idi? İbn Abbas radiyallahu anh deyir ki, onlar hansı ki Allah Teala deyir adlarını xəbər ver, göy, yer, dəvə, dəniz, çay, uzun qulaq, at və s. bu kimi şeylərin adları idi. Təfsirdə deyirlər bunu. O zaman kidir Adəm əleyhissalam onlara xəbər verdi. Şəhədəl mələikətun min kəməli hədəl məxluq. Mələklər gördülər ki, bu məxluq kamil bir məxluqdur və elmlidir. Və elə elmlidir ki, mələklərdə o elm yox. Çünki onlar bilmədilər. Etiraf elədilər ki, biz bilmirik. Subhanək, sən pak və müqəddəssən. Və başa düşdülər, şahid oldular ki, Allah Teala onu yaradanda elə belə yaratmırmış. Yaratmaqda bir hikməti var. Çünki onlar deyirlər ki, ne üçün yaradırsan? Fəsad eləyəcəklər axı. Və Adəmə azzamu Adəmə qayətə ta'zim. Bunu görəndən sonra Adəmdə olan elmi Allah onlara göstərəndən sonra başladılar Adəmə hörmət qoymağa, təzim eləməyə. Və Allah Teala istədi ki, Adəmin hörmətini onlarda biraz da uzatsın. Adəmin qədrini, qiymətini onların gözündə biraz qaldırsın. Və dedi ki, uscudu li Adəm. Adəmə səcdə eləyin. Adəmə səcdə eləyin. İhtiramən ləhu. Ona hörmət olaraq. Və təvqirən və təbcirən və ibadətən minkum li Rabbikum. Amma ona hörmət olaraq Rəbbimizə ibadət və onu ucaltmaq olaraq. Adəmə ibadət deyildi. Sadəcə ona hörmət mənasındaydı. Sonra buyurur ki, fəbədəru kulluhum əcməun fəsəcədu. Hamısı səcdə eləyirlər və səcdəyə tələsirlər. Sonra bu ki, və kənə iblis beynəhum. Deyir, orada bir dənə də məxluq var idi, onların arasındaydı mələklərin. وَقَدْ وُجِّهَ إِلَيْهِ الْأَمْرُ بِالسُّجُودِ مَعَهُمْ. Allah deyəndə ki, səcdə eləyin Adəmə, o əmir iblisə də aid idi. وَكَانَ مِنْ غَيْرِ عُنْسُرِ الْمَلَائِكَ. Lakin iblisin yarandığı maddə başqa bir maddə idi. Mələklərin başqa bir maddə idi, insanın da aydındır.
kənə minəl cinnil məxluqin min nəris səmum. Yəni, iblis, yəni cinlərdən idi və cəhənnəmin qızmar olovundan yaranmışdı. Və kənə mubtinən lil küfr billah. İçində Allaha qarşı bir küfür var idi, kibir var idi. Vəl həsəd li hədəl insan əlləzi faddalahullahu hədət tafdil. Və Adəmə qarşı da həsəd var idi içində. Hansı ki, Allah Teala Adəmi üstün eləmişdi. O da bunu xoşlamırdı. Və onun kibri, onun küfrü apardı onu Adəmə səcdə etməməyə. İçində olan küfür, kibir səcdə etməyə mane oldu. Kufran billahi və istikbaran. Allaha küfür və təkəbbürlük elədi. Və ləm yəkfil imtina həttə bəhəl bil-i'tirab alə Rabbi. Deyir ki, imtina eləməklə yanaşı, ki, yəni səcdə etmirəm. Çünki nə deyir? Ənə xayrun minhu, xaləqtəni min nar və xaləqtəhu min tin. Deyir ki, mən ondan yaxşıyam axı. Mən ondan xeyirliyəm, mən oddan yaranmışsam, onu da gildən, torpaqdan. Deyir, imtina eləməklə yanaşı etiraz da elədi Allah Taalaya. Etiraz elədi və Allah Taala'nın hikmətini təhqir elədi. Ki, mən ondan yaxşıyam deyir. Nə üçün məni ona səcdə elətdirirsən? Fəqal Allahu Teala, Allah Teala buyurdu ki, ya iblis, ey iblis, mə mənəəkə ən təscüdə limə xaləqtu biyədəyyə. İki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu? İstəkbartə, əm kuntə minəl alimin, təkəbbürlü elədin deyir. Yoxsa sən bilənlərdənsən. Fəkənə hədəl küfr vəl-istikbar vəl-ibə minhu və şiddətil nifar. Huvə səbəb əl-vahid ən yəkunə matrudən məl'unən. Deyir, elə onun bu təkəbbürlülüyü, bu küfrü, Allaha etirazı, Allahın əmrinə imtina eləməsi, onun lənətli olub qovulmasının səbəbi oldu. Lənətli olub qovulmasının səbəbi oldu. Allah Teala buyurur ki, وَقُلْ buyurur ki, müəllif, Allah Teala deyir ki, فَهْبِقْ مِنْهَا فَمَا يَكُونَ لَكَ أَنْ تَتَكَبَّرَ فِيهَا فَخْرُجْ إِنَّكَ مِنَ الصَّاغِرِينَ. Allah Teala dedi ki, en oradan, yəni cənnətdən, Allah Teala cənnətdən qovdu onu və sənə burada təkəbbürlük eləmək yaraşmaz. Çıx oradan, yəni sağirin, yəni rəzillərdən zəlil olaraq çıx oradan. Şeyx buyurur ki, o xəbis Allah Taala'nın əmrinə boyun əymədi və tövbə də etmədi. Əksinə meydan oxudu. Mübarizə apardı ki, düşmənçilik eləyəcəm. Və qəti qərarlaşdırdı ki, Adəmə mən düşmənçilik eləyəcəm. Vəssalam. Özündə qətiləşdirdi ki, sən mənə belə elədin, indi gətirəcək ayəni. Məni ona əymək istədin, ona tabi elətdirib, səcdə elətdirmək istədin, görəcəksən ki, mən də ondan nə eləyəcəm. Buyurur ki, وَظَنَّ نَفْسَهُ, özü haqqında belə zənn elədi. Yəni, başa düşdü ki, artıq məhv olub. Artıq əbədi cəhənnəmli idi, Allahın əmrindən çıxıb, Allaha ası olub. Dedi ki, mən də ona düşmənçilik yerim, azdırım da onları. Adəmi və onun zürriyyətini öz ordusuna çağırır. Niyə görə? Onlar da cəhənnəm əhli olsunlar deyə. Həmin vaxtda Allah onu qovanda Allahdan vaxt istəyir. Rabbi fəənzirni ilə yevmi yub'asun. Ey Rəbbim, onların dirildiləcəyi günə qədər mənə möhlət ver. Ki, versiniz. Fəyətəfarrağa li'i'ta'il adavə haqqa fi Ədəm və zürriyyəti. Deyir ki, Allahdan möhlət istəyir ki, bütün ayrılsın Adəmə və onun zürriyyətini azdırmaq üçün. Ki, verin. Ki, mən vaxt ver, ayrım özümü onları azdırmaq üçün. Allah Teala bizi onun şərrindən qorusun. Burada Allah Teala ona möhlət verir, ayəni gətirəcək qardaşlar. Elm əhlidir ki, Allah Teala iblis ona dua elədi, qəbul elədi. İndi möminlər Allahdan istəsələr, Allah onlara verməyəcək. Ona görə Allaha dua eləmək lazımdır. Buyurur ki, Allah Teala Adəmi yaradanda torpaqdan götürüb və elə eləyib ki, onlar da torpaq kimi olsunlar. Onların bəzilərinin əxlaqı gözəl, bəzilərinin əxlaqı pis. Niyə belə eləyib? Yaxşıları Allah Teala pislərdən seçsin deyə və bu düşməni də onlara mübtala eləyib ki, görək kim onun
ədavətindən, ona olan düşmənçiliyindən, onu azdırmasından xilas olacaq. Buyurur ki, Allah Teala fəinnəkə minəl munzarin. Sən möhlət verilənlərdənsən. Bu Allahdan möhlət istədi. Allah dedi ki, sən möhlət verilənlərdənsən. Nə vaxta qədər? İlə yevmil vaxtil məlum. Məlum vaxta qədər. Qiyamətə qədər Allah Teala ona vaxt verir. Fəqalə li rabbihi mu'linən masiyyətəhu. O da Allah Teala'ya öz asiliyini etiraf edərək, elan edərək deyir ki, fəbimə əğvəytəni, məni azdırdığıma görə, Allahu Akbar, məni azdırdığıma görə, ləəqudənnə ləhum sıratəkəl müstəqim. Oturacam sənin doğru yolun üzərində. Azdırmaq üçün Adəm evladını. ثُمَّ لَأَتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ. Deyir ki, mən gələcəm onların sağlarından, sollarından, önlərindən, arxalarından və sən onların çoxsun şükr eləyən görməyəcəksən. Necə görürsünüz, qardaşlar? İnsanların əksəriyyəti Allaha ibadət eləmir. İbadət Allaha neydən sayılır? Şükürdən görsən eləmirlər. Nə əzaları ilə Allaha ibadət eləmirlər, nə dilləri ilə Allaha şükür eləmirlər. Ona görürsən, şeyh burada buyuracaq ki, وَقَالَ İblis هَذِي الْمَقَالَةَ ظَنًّا مِنْهُ. İblis bunu deyəndə zənn eləmişdi. Zənnən demişdi. Neysin? Çünki başa düşmüşdü ki, ola bilər onu azdırım. Necə qeyd elədim qardaşlar əvvəldə, Allah Teala Adəmi yaradanda İblisə maraqlı yer, gedim görüm o təzə yaradılmış kimdir, nədir? Gəlir. Və gəlir ki, rivayətdə Allah Teala onu yaradandan sonra tərk edir. Adəm qalır aleyhisselam. İblis gəlir, onun başına fırlanır, tavaf edir belə. Baxım görüm ki, onun, Allahu Akbar, baxım görüm onun nə zəif nöqtəsi var, oradan onu yaxalayım. Mədəsini görür. Deyir ki, hə, bunda bir dənə boşluq var içində. O onu doldurmalı yemək və içməklə. Və buradan onu azdıra bilərəm. Bu ona sahib çıxa bilməyəcək mədəsinə. Nə qədər insanlar faiz yiyirlər. Vallahi, ribadan yaşayırlar. Biri də elə sadəcə. وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُ فَاتَّبَعُوا إِلَّا فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ. İblisin zənni, onlar haqqında olan zənni doğru oldu. Və möminlərdən başqa, möminlərdən olan bir dəstədən başqa hamısı ona tabi oldu. Zabit burada vaxt var. Var. Deyir ki, iblisin zənni doğru çıxdı. فَمَكَّنَهُ اللّٰهُ مِنَ الْأَمْرِ الَّذِي يُرِيدُهُ إِبْلِسِ فِي آدَمْ وَذُرِّيَّتِهِ. O nə istəmişdi Allahdan? Mən vaxt ver, onları azdıracam. Allah da bu vaxtı ona verdi. Və bu iqtidarı verdi Allah da ona ki, bacarırsan elə. Bacarırsan elə. Burada buyurur ki, Allah da ona deyir ki, İdhəb, ged. Fəmən təbiəkə minhum, ged. Onlardan sənə kim tabi olsa, Adəm evladından, فَإِنَّ جَهَنَّمَ جَزَاؤُهُمْ جَزَاءً مَغْفُورًا. Ged. Onlardan sənə kim tabi olsa, onların cəzası nədir? Tam bir əvəz olaraq cəhənnəmdir. Allah Teala qorusun. Sonra buyurur ki, şeyh buyurur ki, Allah ona dedi ki, əgər bacarsan, onların evladlarının tərbiyəsində onları azdır. Yəni, evladlarının tərbiyələrini poz. Və onların mallarını haramlara, münkərlərə xərclətdir. Və qazanclarını haram, ziyan qazanclardan elə. Və onların yeməklərində və içməklərində onlara şərik ol. Nicahlarında, evlənməklərində və ya ailələri ilə olan yaxınlıqlarında onlara şərik ol. Və evladlarında, mallarında onlara şərik ol. Nə vaxt, qardaşlar, rivayətdə gəlir ki, şeytan insana yeməyində şərik olur. Bismillah deməyəndə, solla yeyəndə, nə vaxt yeri gəlib, qardaşlarları deyirik, üzr istəyirik ağsaqqallardan, lakin minbəbil fəidə, nə vaxt insan həyat yoldaşı ilə yaxınlıq eləyəndə şeytan ora şərik olur?
Bəli, biz bunu deyəndə bəzilər gülürlər, ələ salırlar, cahil insanlar da vallahi bilmirlər ki, biz yazığımız gəlir onlara. Adam dinini bilmir. Öyrənməkdənsə bilib əməl edənlərə gülür. Yəni Bismillah demək tək yemək yeyəndə gəlmir. Bir iş görəndə də Bismillah gəlir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, hədisdə hansı ki, İmam Buxari rivayət edib, "Ləv ənə əhədəkum İdə ərada ən yətiyə əhləhu, sizdən biriniz ailəsi ilə yaxınlıq eləmək istəyəndə, fəqal, qoy desin Bismillah, Allahın adı ilə, Allahümmə cənnibnə şeytan, Allahım şeytanı bizdən uzaq elə, və cənnibi şeytanə mə razaqtənə, ey Rəbbimiz bizə verdiyin bu ruzunu, o da bir ruzudur, qadın və onunla münasibət Allahdan kişiyə olan bir ruzudur, həmçinin onun özü üçün. Fəinnəhu in yuqaddar beynəhumə vələd fi zəlik, həmin vaxtı, o münasibətdən Allah onlara evlad versə, şey verin faydaya, ləm yadurruhu şeytan əbədən. Şeytan ona heç vaxt zərər verə bilməz. Ona görə sünnədəndir ki, orada bu zikri eləyəsən. Bismillah, Allahümmə cənnibnə şeytan və cənnibi şeytanə mə razaqtənə. Həmçə evladların tərbiyəsində görürsünüz, qardaşlar, necə qeyd eləyir şeyh. Yəni Allah da ona dedi ki, get bazarsan, bu şeylərdə onları azdır. Sonra dedi ki, vaiduhum, onlara vədlər ver. Yəni əmr elə onlara haqqı yalan saysınlar, dirilişi yalan saysınlar. Yəni Allah təala demədi, get belə elə. Qullarımızdır, yox. O Allahdan möhlət sizə dedi ki, bazarsan elə bunları. Bazarsan elə. Lakin indi burada qeyd eləyəcək ayələri şeyh buyurur ki, elə ki, onlar xeyr əməllərə getməsinlər. Onları qorxuz öz övliyalarınla İnnəmə zəlikumuş şeytan yuxavvifu əvliyəəhu fələ təxafuhum və xafuni in kuntum müminin. Başqa ayədə Allah təala deyir ki, o şeytandır. Müşriklərdən xəbər gətirmişlər Muhammed sallallahu əleyhi və səlləmə və onun sahabələrin üstünə ki, Abu Sufyan və onun ordusu gəlir, yəni qalanlarımızı da qıracaqlar. Allah təala ayə nazil edir ki, o xəbəri gətirən şeytandır. Zəlikumuş şeytan, şeytan yuxavvifu əvliyəəhu, sizi öz övliyaları ilə qorxudur, onlarla, müşriklərlə. Fələ təxafuhum, qorxmayın onlarla. Və xafuni, məndən qorxun, in kuntum müminin, əgər möminsinizsə. Buyurur ki, amma Allahın xas qulları, peyğəmbərlər, onlara tabi olan sadiqlər, sıddıqlar, saf qulları, övliyaların təbəqələri, möminlər hamısı Allah Taala elə eləyib ki, şeytan onlara bata bilməyəcək. Və Allah Taala elə bir dənə möhkəm bir dənə divar çəkib ki, aralarında, o da divar nədir? Onlara kifayət eləməsi Allah Taala. Əleyhissallahu bikafin abdehu. Məgər Allah öz quluna kifayət deyil? Allah Taala elə bir divar çəkib ki, özü onlara bəs eləyəcək möminlərə. Himayə eləyəcək, onları qoruyacaq. Nə ilə? Elə bir silahla ki, o silahla şeytana və onun ordusuna qarşı müqavimət göstərirlər. Allaha iman, o silah nədir? Allaha iman və möhkəm təvəkkül. Allah onu qeyd edir. Baxın qardaşlarım, necə qeyd edir Allah Taala? Vallahi, belə olsa, vəssalam qardaş, sənin namazda vəsvəsə gəlsə də bata bilməyəcək. İnnehu leysə lehu sultanun aləl-ləzinə əmənu və alə rabbihim yetəvəkkəlun. Ki verin, şeytanın Allaha iman gətirən və ona təvəkkül edənlərin üzərində heç bir hökmdarlığı yoxdur. Zəlikə bi ənəllaha məvləl-ləzinə əmənu və ənəl-kəfirin lə məvlə ləhum. Allahu akbar. Kaş ki biz başa düşərik qardaşlar. İlk öncə özümü deyirəm. Bu ona görədir ki, Allah möminlərin mövlasıdır. Amma kafirlərin heç bir mövlası yoxdur. Onların mövlası yoxdur. Allah isə möminlərin mövlasıdır. İnnəllâhə yüdəfi'u anillezîne âmenû. Allah kimi müdafiə edir? İman gətirənləri. Allah inananları, iman gətirənləri müdafiə edir. Haqqı ilə ona təvəkkül edənləri Allah Taala müdafiə edir. Sonra buyurur ki, Allah Taala kitablar nazil edib. O kitablar ki, faydalı elmləri özündə əhatə edir. Faydalı, təsirli moizələri özündə əhatə edir. Axirətə rəğbətləndirməyi və şər işlərdən çəkindirməyi əhatə edir özündə. Və rəsullar göndərib Allah Taala.
Yəni demək istəyir ki, Allah Teala şeytana qarşı, iblisə qarşı mübarizə aparmaq üçün möminlərə bəzi səbəblər göstərib, onları öyrədib və bildirib, onlara zamin durub ki, kim onun yoluna, kitablara, rəsullara tabi olsa, o dünyada azmayacaq, ahirətdə də bədbəxt olmayacaq. Ahirətdə də bədbəxt olmayacaq. Həmçinin öyrədib möminlərə ki, şeytan onları hansı yollarla ovlaya bilər. Hansı yollarla ovlaya bilər. Necə görürsən bu günlər biz əlhəmdə bilirik. Hansı sözlər, hansı əməllər, hansı yollar şeytandandır. Sonra burada müəllif buyurur ki, vaxt var da, sizə olub. Bəs. İnşallah qalsın gələn dəfəyə Allahın izni ilə. Allah Teala hamımızı eşidib, faydalanan qullarından etsin. Bütün xeyirlər Allahdandır. Biraz bu elə mövzudur ki, bunu danışmaq lazımdır. Vaxtımız əlhəmdülillah azdır. İnşallah nə bacardıq, bölərik bir iki, üç yerə danışarıq. Elhamdülillahi Rabbil ələmin.